Rəsmi Kiyev ateşkəs danışıqlarında mövqeyini gücləndirmək, dolayısıyla Rusiya ordusunun hücumlarına tab gətirmək üçün qərbdən dəstək axtarışlarını davam etdirir. Ukrayna prezidenti Volodimir Zelenski elə bu məqsədlə Almaniyaya səfər edib. Kansler Friedrich Merz Zelenski ilə görüşündə bir daha bəyan edib ki, Kiyevə verilən uzaq mənzilli silahların istifadəsinə artıq heç bir məhdudiyyət yoxdur. İndi biz Berlinə bağlanırıq. Təfərrüatları xüsusi müxbirimiz Günay Məmmədova çatdıracaq. Ceyhun, Zelenski Almaniyaya artıq 12-ci dəfədir ki gəlir. Bəs bu dəfə nə ilə geri dönür? Xüsusilə Almaniya kansleri Merz'in son bəyanatları fonunda bu sual bugün bir çoxlarını düşündürdü. Bugünkü gün Ukraynaya nə gətirdi? Rusiya ilə müharibə başlayandan bəri Zelenski Berlindən heç vaxt əli boş ayrılmayıb. Kansler Merz Almaniyanı Rusiya-Ukrayna müharibəsinin həllində mühüm rol oynayan ölkəyə çevirmək istəyir. Bir tərəfdən bu istək başa düşüləndir. Trump bu bizim müharibə deyil deyəndən sonra Almaniya Ukrayna üçün böyük donor olub. Digər tərəfdən isə iqtisadiyyatı çətinlik içində olan Berlin Ukraynaya daha nə təklif edə bilər? Və bu səhər Berlində belə başladı. Damlarda snayperlər, dayandırılmış qatarlar, mühafizə qüvvələri tərəfindən əhatəyə alınmış şəhər. Bugün Berlin Ukrayna prezidenti Volodimir Zelenskini rəsmi səfərlə qəbul etdi. Son 3 ildə artıq 3-cü dəfə təhlükəsizlik təmin etmək məqsədi ilə bugün təxminən 3000 polis əməkdaşı səfər çərçivəsində səfərbər olmuşdu. Qeyd edeyim ki, bugün Ukrayna prezidenti, deməli Almaniya kansleri Friedrich Merz ilə görüşün əsas nəticəsi müdafiə sahəsində yeni strateji tərəfdaşlığın elan olunmasıdır. Kansler Merz bildirdi ki, Almaniya Ukraynaya uzun mənzilli silah sistemlərinin hazırlanması və istehsalında dəstək verəcək və bu sistemlər Rusiyanın ərazisinə qədər hədəfləri vurmaq imkanına malik olacaq. Məhdudiyyətlər olmayacaq və Ukrayna ordusu öz torpaqlarını effektli müdafiə etməklə yanaşı düşmənin uzaq hədəflərini də deməli hədəflərinə də zərbə endirə biləcək. Və qeyd edeyim ki, bugün müdafiə nazirləri arasında anlaşma memorandumu imzalandı. Ümumilikdə Alman naziri təxminən 5 milyard avro həcmində geniş dəstək paketi vəd elədi. Xüsusilə qeyd olundu ki, Almaniya Ukraynada uzaq mənzilli silahların istehsalını maliyyələşdirəcək. Bu sxem üzrə maliyyələşdirilən ilk sistemlərin Ukrayna silahlı qüvvələrinə yaxın həftələrdə təhvil verilməsi mümkündür. Eyni zamanda bugün Merz Şimal Axını 2 qaz kəmərinin işə salınmasının qarşısını almaq üçün Almaniyanın əlindən gələni edəcəyini vurğuladı. Qeyd elədi ki, Almaniya Rusiyaya qarşı təzyiqləri gücləndirəcək və Avropaya təzyiq vasitəsi kimi görülən bu layihənin işə düşməsinin qarşısını alacaq. Merz bir daha vurğuladı ki, Rusiya tərəfinin atəşkəs sazişi bağlamaqdan imtinası indi real nəticələrə səbəb olacaq. Almaniya sadəcə baxmaq və gözləmək istəmir. Biz fəal şəkildə gələcək tədbirlər hazırlayırıq, deyə o bildirdi. Kiyev və Berlin arasında tərəfdaşlıq yeni səviyyəyə qalxır. Silah təchizatı ilə yanaşı texnoloji əməkdaşlıq da güclənir. Bu səfər Almaniya ilə Ukrayna arasında əməkdaşlığın daha da dərinləşdiyini və tərəflər arasında strateji dialoqun davam etdiyini göstərir, deyə Zelenski bugün mətbuat konferansında bildirdi. Qeyd edeyim ki, tərəflər müdafiə və təhlükəsizlik sayəsində konkret addımlar atmağa hazır olduqlarını nümayiş etdirdilər. Belə mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik Günay'a. Ukraynanın Avropadan yardım